Salamlar hər birinizə. Sizə bir möhtəşəm sualla gəlmişəm. Bu tipli sualları necə işləyirik? Əvvəlcə bu tipli sualları işləmək üçün bizim bir qaydamız var ki, onu bilməliyik. Bir xarici bucağın, üçbucaqlarda və yaxud həndəsə məsəllaşmalarında da bu qaydanı keçmişik. Üçbucaqlarda da bir xarici bucaq ona qonşu olmayan 2 dənə daxili bucağın cəminə bərabərdir. Yazıram. 2 daxili bucaq 2x minus 10 topla x topla 5 sadəcə bərabər olacaq 4x minus 45-ə. Buradan hesablasam 2x, x, 3x, 4x-dən x çıxıram. Daha doğrusu 4x-dən 3x çıxıram, x verir. X bərabərdir. Mənfi 10 topla 5, mənfi 5. 45-i də bərabərin sol tərəfinə keçirdirəm. Olacaq 45 çıxılsın. 5, 40. Yəni, x-i bizdən soruşur. Xeyr, bucaq A-nı soruşur. X-i 40 tapdım. Bucaq A-da bərabər olacaq 2x minus 10. Yəni, burada x-in yerinə 40 qoyub hesablayacağım. 2 vur 40 minus 10. Cavab olacaq 70 dərəcə. Cavab olur D bəndi.